bəziləri daha cool görünmək məqsədilə, bəziləri bunu vərdiş etdikləri üçün, bəziləri isə səbəbsiz yerə ondan istifadə edir. Tarixə səyahətdə bu dəfə dünyada demək olar ki, hər ölkədə çəkilən siqaretin tarixindən danışacağıq. Tütün çəkmənin tarixi qədim misillərə qədər gedib çıxır. Amma biz sırf siqaret formasında istifadə olan tütünün tarixinə nəzər salacağıq. İlk dəfə siqaretin oxşarı Amerikalı hindular tərəfindən düzəldilib. Onlar tütünü dini mərasimlərdə və ya müalicə məqsədi ilə çəkirdilər. Siqaret formasında tütün çəkmək isə daha sonralar 16-cı əsrdə Avropaya tütün gətirildikdən sonra yayılmağa başladı. Kristofor Kolumb 1492-ci ildə Amerikaya səfər edəndə yerli xalqların tütün çəkməsini gördü. Səyyahlar tütünü Avropaya gətirdilər və bu tez bir zamanda inanılmaz dərəcədə populyar oldu. 1853-1856-cı illərdə Krım müharibəsində türk və rus əskərləri siqareti barıtın kağız girisinə büküb çəkirdilər. Daha sonra bu adət İngilis və Fransız əskərləri arasında da yayılmağa başladı. 1880-ci ildə Amerikalı James Bonsack tərəfindən siqaret bükən maşın icad edildi. Bu ixtira gündə minlərlə siqaretin hazırlanmasına imkan verdi və siqaret istehsalını inqilabi şəkildə sürətləndirdi. Bonsack maşını əllə siqaret bükmə prosesini avtomatlaşdıraraq gündə 120 min siqaret istehsal edə bilirdi. Bu əvvəlki əl ilə istehsal sürətindən 60 dəfə daha sürətli idi və siqaretin kütləvi istehsalını mümkün elədi. Birinci və İkinci Dünya müharibəsi illərində əskərlərə siqaret paylanılırdı. O dövrdə siqaret həm stresə qarşı, həm də qəhrəmanlıq simvolu kimi tanıdılırdı. İlk dəfə asbest filtrli siqaretlər isə tanınmış Kent firması tərəfindən İngiltərədə istehsal olunmağa başladı. Daha sonra təkmilləşərək müasir filtr növləri yaradıldı. Yeni filtrlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanıldı. 20-ci əsrin əvvəllərində siqaretin reklamları çox məşhur idi. Hətta həkimlər də reklam edirdilər ki, bəs filan marka boğaz üçün daha yaxşıdır. Sonradan bu təbliğat tamamilə qadağan edildi. 1920-ci illərdə siqaret qadın azadlığının simvolu kimi təqdim olunurdu. Azadlıq Məşəllər adlı aksiyada qadınlar ictimai yerlərdə siqaret çəkərək hüquqlarını müdafiə edirdilər. Ancaq getdikcə insanlar siqaretdən yaranan xəstəliklər səbəbilə ölməsi halları çoxalmağa başladı. Nəhayət 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında tütünün sağlamlığa zərərli olduğu rəsmi şəkildə elan edildi. Bundan sonra bir çox ölkələrdə siqaretin reklamlarına məhdudiyyətlər qoyuldu və qutuların üzərinə xəbərdarlıq mesajları yazıldı. Tibbi cəhətdən təsdiq olundu ki, tütün ağciyərlərdə 90% hallarda xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarıdır. Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formlarının yaranmasına da səbəb olur. Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəlir. Statistikaya görə tütün çəkmə hər il təxminən 7 milyon insanı öldürür. Onlardan 800 mini passiv siqaret çəkənlərdir. Əgər artım bu səviyyədə davam edərsə, 2030-cu ilə qədər bu aşınacaqlı rəqəm 8 milyona yüksələ bilər.